Gecə yuxudan döyüntü ilə oyandım və bu insanlar bizə ürəyimdə problem varmı, qorxu ilə gəlirlər. Bunun bir neçə səbəbi var. Birincisi aritmiyalar. Xüsusilə də yaş artdıqca insanlarda səyrici aritmiya olur ki, bu aritmiya insultun ən önəmli səbəbidir. Gecə vaxtı tuta bilər və mədəcik ekstrasteliyaları dediyimiz aritmiyalar bəzi insanlarda gecə arta bilər. Bunun xaricində gecə yuxudan döyüntü ilə oyanmağın səbəblərindən biri panik atakdır. Bildiyimiz kimi yuxunun fazaları var və bu fazalardan bir sonraki fazaya keçəndə bəzən bizim bədənimizdə adrenalin ifrazatına səbəb olur ki, bu da döyüntüyə gətirib çıxardır. Üçüncüsü reflüks. Reflüks mədə turşusunun yuxarı qalxması, ağzımıza qədər gəlməsi, döyüntü və boğulma hissi ilə bizi yuxudan oyada bilər. Ən önəmli səbəblərindən biri yuxu apnoe sendromudur. Bu çəkisi artıq olanlarda, piylənmə olan insanlarda, xüsusilə gecə çox xoruldayan insanlarda gecə nəfəs dayandığı üçün və bu müddət ərzində ürək bunu kompansa etmək üçün çox çalışdığı üçün aritmiyalar olur və bu insanlar yuxudan boğulma hissi ilə oyanır. Beşinci səbəbi qan təzyiqinin və şəkərin oynaması ki, təzyiq və şəkər xəstələrində bu ola bilər, diqqətli olsunlar. Və sonuncusu, xüsusilə gecələr qəhvə içən, alkoqol qəbul edənlərdə və çox yemək yeyən insanlar gecə yuxudan döyüntü hissi ilə oyana bilər. Bunları diqqətə almanızı xahiş edirik.